أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. السلام عليك يا رسول الله، السلام عليك يا أمير المؤمنين، السلام عليك يا فاطمة الزهراء سلام الله عليها، يا وجيهة عند الله اشفعي لنا عند الله. Allah'ın salamı, rəhməti, bərəkəti olsun bu gecənin qonaqlarına, bacı və qardaşlarıma, eyni zamanda İmam-ı Sadiq Aleyhisselamın adına olan dərnək və İmam Həsən Əskəri Aleyhisselamın adına olan dərnək cavanları, xanımlar 2 günlərdir və ilk Əyyam-ı Fatimə də başlayanda bircə bizlərlə xanımın əzadarlığında xidmətlər etdilər, sinə vurdular, mərsiyələr, ehsanlar və bu münasibətlə inşallah ümid eləyirəm bu gecə son gecələrə təsadüf eləyir. Allah son gecələrdən qərar verməsin. Allah bizdən bu duaları qəbul eləsin inşallah. Xanım Fatimə-i Zəhra adına həqiqətən layiqli bir əzadarlıq davam eləyir. Allah bizlərə hər il bu cür əzadarlığı nəsib etsin inşallah. Bugün də ümid eləyirəm ki, biz Quran-ı Kərimdən Həzrəti Zəhra salamullah əleyha barəsində tanışlıq edəcəyik. Görək Quran-ı Kərimdə Həzrəti Zəhra barəsində Allah nələr buyurur. Ona görə mən istəyirəm belə bir ayə ilə fikrimə başlayan və bunun ətrafında da söhbətlər edib və faydalanaq. Allah Teala Quran-ı Kərimdə bir neçə gecələri mübarək sayır. Çox diqqətlə qulaq assaq, nəticəni əldə edəcəyik. Onlardan da biri Bismillahirrahmanirrahim. İnna ənzəlnahu fi leylətin mübarəkə. Gör, nə gözəl bir mübarək gecəni bizə vəsf eləyir Allah Quran-ı Kərimdə. Biz eşitmişdik Qədir gecəsində Allah buyurur ki, İnna ənzəlnahu fi leylətil qədr. Amma digər ayədə Allah buyurur ki, İnna ənzəlnahu fi leylətin mübarəkə. Burada maraqlı bir məna var. Allah Teala buyurur ki, həqiqətən biz onu nazil etdik mübarək bir gecədə. Qədir surəsində buyurur ki, Qədir gecəsində. O ayə ilə bu ayənin nə əlaqəsi? Leylətün mübarəkə burada məqsəd nədir? Allah Teala ki buyurur, mübarək gecədə biz onu nazil elədik. Quran-ı Kərim Qədir gecəsində nazil oldu. Qaranlıq bir gecə, məchul bir gecə, bəlli olmayan bir gecə, qüdrətli bir gecə, səfalətli olmayan bir gecə, rəzalətli olmayan bir gecə. O gecə ki, şəffafdır, mübarəkdir, amma gizlindir. Paklıqdan başqa bir şey yox, çirkinlik yox. Qədir gecəsinə şamil edirlər. Qədir gecəsi də 3 gecəyə
3 gecelerden birine şamildir. Ya Ramazan 18, 21, 23 belədir də. 18'den 19'una, 21'inden 22, 23'ünden 24'üne gece. Bazı rivayetlerde 25'i de var, 27'si de var. Tek günlere tesadüf eləyir. Məqsədim değil bu günləri mən burada deyim. Qaranlıq bir dənə, gizlin bir dənə gecədir. Amma qüdrətlidir. Xeyirli gecədir. Mübarək gecədir. Kur'an bu ayədə bizə anladır ki, bu qədər ki, Qədir gecəsinin qaranlığını, qeyri-müəyyənliyini bizə xəbər verir. Heç kim deyə bilməz, Qədir gecəsi Ramazanın 18-idir. Səhv eləyərik. 21-idir, səhv eləyərik. O gecələrin birinə təsadüf eləyən gecələrdən biridir. Ya 21, ya 23, ya 24 və yaxud 25, 27 tək günlərə təsadüf eləyən bir gecədir. Necə Qədir gecəsini biz dərk eləyə bilmirik? Fatimə-i Zəhra salamullah əleyhanın da mübarək olan gecəni dərk eləyə bilmirik. Hansı gecə? Əyyam-ı Fatimə ya Fatimiyyə. Fatimənin günləri nə deməkdir? 75 gündən 95 gün arasında Allah Resulü'nün rehlətindən sonra xanım dünyasını dəyişib. Bəlli deyil. Biz bu gecələr ki, dualar, söhbətlər, xidmətlər eləyirik, bunlar hamısı o gecələrin birində hansı gecədirsə, xanım o gecəni mübarək gecə və Qur'an o gecəni mübarək gecə bilir, o fəziləti də o gecə bizə verir. Bəlkə elə bu gecədir. Bu Qədir gecəsinə aiddir. İmam Sadiq əleyhissalam təfsirində də buyurur ki, bu xanıma şamildir, xanıma aiddir. Qədir gecəsini dərk edən Fatiməni dərk eləyər. Yaxşı sözdür. Qədir gecəsini dərk edən Fatiməni, Peyğəmbər qızını dərk edər. Bir dənə də bir sual meydana çıxır. O sualın da təbii ki, cavabını deyəcəm. Peyğəmbərin neçə qızı var idi? Sizcə? Tarixlərdə neçədən oxumusunuz? 4. Rüqəyyə, Zeynəb, Ümmə Külsum, bir də Fatimətü Zəhra salamullah əleyha. O sual bundan ibarətdir ki, niyə Allah Rüqəyyəyə, Zeynəbə, Ümmü Külsümə, Fatimə qədər dərəcə vermədi? Heç bu barədə bir araşdırma etmisinizmi? Niyə Fatimə-i Zəhraya bu qədər Allah əziz tutdu? Xanımların xanımı, cənnət xanımlarının xanımı, banisi, dünyada nə qədər qadınlar varsa, onun ən izzətlisi, Havraul İnsiyyə. Bu qədər, niyə bu qədər bu izzəti Allah Peyğəmbər qızına verdi, digər qızlara vermədi? Burada cavab müxtəlifdir. Əgər müxtəlif olan cavabları burada versəm, bizim vaxtımız çatmayacaq. Onlardan biri bu idi ki, Allah Peyğəmbərdən sonra ilahi vəhyi, risaləti, ilahi dəyərlərinin daşıyıcısını təyin eləmək istəyirdi. O ilahi dəyərlərin daşıyıcısı Ümmü Əbiha ola bilərdi. Allah heç kimə bu adı təyin eləməyib. Xanım Fatimə-i Zəhrayı Peyğəmbər buyurdu, Ümmü Əbiha. Çətinliklər onun çiynində idi. O atasının dərdlərini anlayırdı, susaraq bölüşərdi. Təsəlli və hikmət mənbəyi idi. Ata üçün ana nədirsə, onu Fatimə-i Zəhra salamullah əleyha elədi. Mənim anamın anası. Çünki uşaq narahat olanda
dərdini anıya deyir. Görmüsünüz, bir adam xəstə olanda başı ağrıyır, bədəni ağrıyır. Ya çarəsiz olanda deyir, vay nənə, ya ay nənə. Kaş ki nənəm yanımda olaydı, anam yanımda olaydı. Başımı qoyaydım onun diz üstə. Bunu indi anasızlar yaxşı hiss edir. Anası olan o qədər hiss eləmir. Çünki o ilə təmasdadır hər gün. Olmayanda deyir, kaş ki anam olaydı, başım ağrıyanda başımı qoyaydım anamın diz üstə, başıma əl çəkəydim. Bu qədər dərdlərə, çətinliklərə rəğmən xanım Zəhra salamullah əleyha Peyğəmbərin yanında idi. Ona görə Ummu Əbiha və Allah bu qızı seçdi ki, ana nə qədər qayğıkeş, şəfqətli və dəstək olan bir anadırsa, qız da onun timsalında o cür şəfqət və mərhəmətli, qayğıkeş bir qız idi. Həm ana obrazı idi. Heç vaxtı xanım Fatimə-i Zəhra salamullah əleyha Peyğəmbərə o boşluğu, Xədicənin ölümünü hiss etdirməzdi. Adədən bir şəxsin xanımı dünyasını dəyişəndə çox narahat olur, kövrək olur. Amma Allah bəzən, Allah övlad olmayanlara övlad versin və Allah qız balalarımızı, oğul balalarımızı qorusun. Görərsən ki, bir şəxsin həyat yoldaşı dünyasını dəyişəndə onun doğma bir dənə qız balası, qızı adətən deyirlər də, bəzən deyirlər kəsiydi ya. Gələr atanın qəminə şərik olar, o ananın analığını hiss etdirməz, anasızlığı hiss etdirməz. Yəni deyər ki, hər bir yükü mənim boynumdadır. Qız uşağı bəzən bunu boynuna götürər. Ona görə Peyğəmbərin qızı Fatimə-i Zəhra salamullah əleyhanın izzəti bu qədər əzəmətli idi. Göylər ona aşiq, yerlər ona aşiq. Olmazın zülmünü çəkən bir Zəhra, hətta kim özü üçün ölüm istəyər? Kim özü üçün ölüm istəyər? Xanım Zəhra salamullah əleyha o qədər yorulmuşdu. Axırda dedi, ilahi, məni öldür. İlahi, məni öz yanıma apar. Və Quran-ı Kərim inna ənzəlnahu fi leylətin mübarəkəni İmam Sadiqin təfsirində xanım Fatimə-i Zəhranın timsalında görür. Mübarək gecə bu gecələrdir. Bu gecənin qədrini bilək. Bu gecədə olan istirablarımızı, narahatçılıqlarımızı, gərginliklərimizi aradan götürək. Bütün ruhumuz bu gecəyə fokuslanmalıdır. Bu gecəyə bütün diqqətimiz, qayğımız, hamısı bu gecəyə olmalıdır. Biraz kənarlaşaq bu dünya mühitindən. İndi elhamdülillah siz bacı və qardaşlarımız ki və ya bizi canlı izləyən hər kəs oturub bizi canlı efirdən də izləyirlər. Siz əzizlər də canlı izləyirsiniz. İstəyirsiniz bu gecənin feyzindən bəhrə aparasınız. İnşallah aparacağıq. Mərsiyələr deyiləcək, sinə vurulacaq. Bütün bu məclisin yekunu bu gözəl bir istəklərlə bitəcək. İnşallah. Ona görə xanım Zəhranın nəzəri var burada. Biz gərək özümüzü elə aparaq ki, xanım Fatimə-i Zəhra salamullah əleyha bir ana kimi bizdən razı qalsın. Çıxanda desin ki, siz həqiqətən mənə göz yaşları tökdünüz, özünüzü ədəbli apardınız. Və bu gecənin ibrətlik olan məqamlarından da biri Quran-ı Kərimin Əl-Vaqiyə surəsinin 7-ci ayəsini sizə mən oxumaq istəyirəm. Çox diqqəti cəlb eləyən ayələrdir. Ayədə nə bəhs olunur? Allah Teala insanları, bizləri üç zümriyə, üç dəstiyə, üç firqiyə ayırır. Bunu hədis deyil, Qurandır. Üç dəstiyə insanlar ayrılır.
Quran-ı Kerim belə buyurur, Quranın dilicən desək, və kuntum əzvacən thəlathə. Siz ey insanlar, üç zümrəyə ayrılacaqsınız. Onlardan biri fəshabul meymənə, sağ tərəf sahibləri. Dualarınızda və dualarımızda belədir ki, ilahi mənim qiyamət günündə əməllər kitabımı sağ əlimə ver. Bu gözəl duadır. Allah bizi solçulardan qərar verməsin. Sağ əlimizə ilahi bizim əməl dəftərimizi əlimizə ver. Quran buyurur ki, əməl dəftərləri sağ əllərinə verilənlər kimlərdir? O insanlar uğur sahibidir. Bunu yadda saxlayın. Deməli, birinci zümrə, birinci dəstə oldu Quran-ı Kerim buyurduğu kimi Əshabul meymənə sağ tərəfdilər. Sağ tərəfdə olanlar, əməlləri sağ tərəfinə veriləndə onlar uğur sahibləridir. İkincisi və Əshabul məşəmə. Ma Əshabul məşəmə. Məşəmə nə deməkdir? Quran-ı Kerim buyurur. Sol tərəf sahibləri. Sol əllərinə əməl kitabçası veriləcək. Quran buyurur, bunlar nə uğursuz adamlardır. Görmüsünüz ki, bəzi ailələrdə bu var. Deyir ki, filan uşaq dünyaya gəldi, qız uşağı ya oğlan uşağı uğursuz oldu. Əslində mən bunu doğru qəbul etmirəm, amma bu Quranın ayəsini doğru qəbul edirəm, amma anaların, babaların dediyi o sözlər ki, uğursuzdur, uğurludur, bu əməllə bağlıdır. Bunun ayrı bir izahı var. Amma Quranın bu ayədən mən biraz kənara çıxmaq istəmirəm də. Əshab-ül məşəmə odur ki, sol tərəfə əməl kitabçası veriləcək. Üçüncüsü və sabiqun əs-sabiqun, öndə olanlar. Öndə olan kimlərdir? Deməli, sağ var, sol var, sağ uğurludur, sol uğursuzdur, bir də öndə olanlar. Allah Teala buyurur ki, onlar dünyada Allah yolunda imanla, əməllə, xeyrxahlıqla, yaxşılıqla önə keçərlər. Öndə olduqları kimi ahirətdə də öndə olacaqlar. Allah bizi ahirette önde olanlardan karar versin inşallah. Kur'an-ı Kerim buyurur ki, Ulaikel mukarrabin, Ulaikel mukarrabun, onlar ne xoşbəxt adamlardır. Ne xoşbəxt adamlardır. Onlar Allah dərgahında güzel mükafatlara layıqdırlar. Ne hansı mükafat? Fi cennatin naim, naim olan cennet. Naim. Heç bir qəm qüssə yoxdur orada. Heç bir kədər yoxdur, heç bir dərd yoxdur, heç bir narahatçılıq yoxdur. Mən niyə bu Əl-Vaqiyə surəsini mən misal çəkdim? Fatimə Zəhra salamullah əleyhanın həyat yolunu gedən qadınlar, bacılar, analar, qardaşlar, onlar xoşbəxt və uğur qazanan adamlardır. Yəni, üçüncü yerde sabiqunə sabiqun olan insanlardır. Sizler de qiyamətdə ilk öndə olan insanlar olacaqsınız. Niyə? Xanım Fatimə Zəhra hədislərdə var, İmam Sadiqdə də var, Peyğəmbərdə də hədislər var ki, qiyamət günündə Allah bir dəstə insanlara buyuracaq ki, udxuluha, eşitmişsiniz bu ayəni, udxuluha bi sələmin aminin, siz cənnətə daxil olun, behiştə daxil olun, əbədiyyətə daxil olun. Çünki dünyada xeyrxahlıq elədiniz. Allah göstərməsin, bu gecəni biz ayrı bir saatlarda keçirsəydik, günah yerlərdə, günah məclislərdə keçirsəydik, bizim halımız necə olacaqdı? Bizim vəziyyətimiz necə olacaqdı? Çox acınacaqlı bir vəziyyət olacaqdı. Mən dilə gətirə bilmirəm. Hansı bir vəziyyətdə bizi o günah haqlayacaqdı, ya öldüyümüz zaman, ya müəyyən bir hərəkətdə rüsvayçılıq olacaqdı, Allah qorusun. Amma Allah evi əmin-amanlıq evdir. Siz öndə olan adamlarsınız. Siz seçilmiş adamlarsınız.
Siz bütün qəmi, dərdi, narahatçılığı, dünyanın, maddiyyat hamısını qoydunuz kənarda. Təsəvvür eləyin, xanım Fatimə Zəhra haqqında yazırlar 18 yaşı var idi. Can verəndə. İndi mübahisəli məsələ 19-da 20-də, amma mənim əqidəm bunu qəbul eləyir. 18 yaş, az yaşayıb, tarixlər yazıb, az yaşayıb, qiyamətə qədər Həzrəti Zəhranın ismətindən, şərafətindən, qayğısından, şövkətindən, mədəniyyətindən, elmindən, lətafətindən, hünərindən, ədəbindən, analığından, paklığından hamısı danışır və danışacaq. Tək müsəlman deyil, bütün Avropa ölkələri xanım Fatimə Zəhranın ismətindən, ədəb mərkəzindən danışırlar. Bu cür xanımın həyatı az oldu, amma çox mənalı oldu. Adam var, görürsən ki, 40 il yaşayır, bir dənə ömür bəs eləyir. İnsanlar var, bəzən bir insanın ölümünə həsrətlə yanaşır. Deyir, kaş mən onun yerinə olaydım. Kaş mən belə izzətli öləydim. Əgər mənim bugün yaşayışımın sonluğu izzətli deyilsə, bu həyatın nə ləzzəti, nə mənası. Əgər mənim ölümüm günahlarla, cinayətlərlə dolu olacaqsa və mən öləndən sonra əbədi yaddaşlarda pis və mənfur obrazı kimi qalacamsa, onun nə mənası? 70 il yaşa, 100 il yaşa, az yaşa, amma mənalı yaşa. Az yaşa, sadə yaşa, amma səmimi ol. Özündən sonra sənin məktəbin olsun. Xanım Fatimə Zəhra salamullahi aleyha bu cür xanım idi ki, bu gecə biz bunun yasına, əzasına cəm olmuşuq. Kişili qadındır, fərqi yox. Biz bütün hallarda danışmışıq xanım Zəhradan, illərlə də danışırıq. Amma bu gecə istəyirəm xanım Zəhra salamullahi aleyhanın can verməsindən danışam. Xanım Zəhranın can verməsindən. Can vermək ağırdır ya. Ömrün boyu yaşayasən, ləzzətlər içində can verəndə deyirsən ki, ilahi, bütün bu yaxşılıqlarımın bədəlin verirəm Allah yolunda, bir dənə can verməm rahat olsun. Ölməyi yaddan çıxartma, çox çətindir haləti. Ölməyi yaddan çıxartma, çox çətindir haləti. Bilməsən, ta görməsən, mən çox desəm əfsanədir. O ölümü dadmayan insan ölümdən başa düşməz. O şərbəti içməyən adam şərbətdən xəbər olmaz. Hay, mən ölüm barəsində deyim. İnsan onun ləzzətin, keyfiyyətin, gözəlliyin və yaxud zəhərin bilməsi mümkün deyil. Ölüm hər adam üçün eyni deyil ha. İnsan var, ölə bilmir. İnsan var, öləndə gülür. Mən şəxsən həyatımda saymışdım ad-ba-ad. Sonra da xatirələrimdən çıxdı. Adı ilə belə. Birinə mən getmişdim, bir nəfərin, bir cavan idi baş üstə. Allah qorusun. Ölə bilmirdim. Və mən onu danışdırdım. Dedim, nə narahatçılığım var? Dedi, qara qüvvələr məni sıxır. Mən bəzi insanlar gördüm ki, analar getdim, gördüm gülə-gülə, ovucunu açdı belə və dedi, ver. Amma biz görmürük nələr baş verir. Bu bir mənəvi məsələdir. Mələkut məsələsidir. Aldı gülə-gülə və soruşdum ki, kimləri var bunların? Dedilər, oğlu filan kəs. Dedi, mənim anam heç vaxtı gecə namazını tərk eləmirdi. O birisi oğlundan soruşdum ki, sənin anamın xüsusiyyəti necə idi? Dedi, mənim anam, bizim anamız qonşuları da yemək vaxtı çağırırdı evə. O gülə-gülə öldü. Şəhidlərin timsalında görmüşəm, şəhidlər bir neçəsi anaların dilindən mənə deyib və o qazilərin dilindən eşitmişəm.
Deyir, yuxuda gördüm ki, oğlum mənə deyir ki, bəs ana, Peyğəmbər məni sabah qarşılayacaq. Səhər sağ onun cənazəsini işdir. Ağırdır. Ona görə yaxşı əməl eləyək ki, ölümümüz də rahat olsun. Xanım Zəhra salamullah aleyha can verəndə ətraf yaxınlar oradaydı. Adı-badı demirəm kim. Yaxınlar oradaydı. Ölənlərin yaxınları adamın yanında olar. Bir-birinə təsəlli verərlər. Həzrəti Əlinin göz yaşlarını saxlaya bilmirdilər. Əli çox ağlayırdı. Çünki Peyğəmbərin qızını itirir. Ömür yoldaşın, qəm yoldaşın əlindən verir Əli. Həzrəti Əli deyir, yaxınlaşdım, gördüm xanım Fatimə Zəhra salamullah aleyhanın gözləri bir nöqtəyə baxır. Subhanallah, bir nöqtəyə baxır. Çox sağ olun. Peyğəmbər camalına salavat zikr eləyək. Allahümme salli. Bəli, bu işıqların sönməsi də yaxşıdır ki, bəzi əzizlər var ki, onlar ağlamaq istəyirlər, utanırlar. Bu yox. Bu ağlar gözlər İmam Hüseyni ağlayır, Həzrəti Zəhraya ağlayır. Hər gözdən axan yaş degil əsbab-ı şəfaət, lazımdır əzadarı da iman-ı dəyanət. Həzrəti Əli əleyhissalam baxdı, gördü ki, xanımın gözü bir nöqtəyə tikilib, bir nöqtəyə baxır. İmam deyir, gördüm xanım belə deyir, Əssəlamu əla Cəbrail. Əssəlamu əla Rasulillah. Allahümmə mə'ə Rasulik. Allahümmə fi ridvanik. Və cəvarik və darik və dar-ı-səlam. Allahın salamı olsun sənə ey Cəbrail. Xanımın gözünə görünür. Allahın salamı olsun sənə ya Resulallah. İlahi, məni Peyğəmbərdən ayırma. İlahi, məni Peyğəmbərin rizayət, Allahım sənin razılıq və rizayətindən ayırma. O cənnət ki adını Quran-ı Kərimdə vəsf etmisən, Darüssəlam, ilahi, məni oradan ayırma. Sonra xanım Fatimə Zəhra salamullah aleyh baxdı Əliyə. Baxdı orada olanlara, belə bir söz dedi. Eyyühənnas, ey cəmaat, ətərəvnə ma ərə. Mən görənləri siz görürsünüzmü? Zəhranın gördüyünü biz görə bilmərik. Görürsünüzmü dedi. Təəccüblə dedi ki, xeyr. Sonra deyir, xanım Əli əleyhissalam o bir də Əli, məni qaldır, atam Rəsulullah gəlir. Babam Peyğəmbər gəlir. Peyğəmbər cənnətdən gəlir qızı Zəhranın qarşılamağa. Niyə? Peyğəmbər ömür boyu yaşadığı dönəmdə qızı Zəhra gələndə Peyğəmbər durardı, Zəhranı qarşılayardı. Xanım Fatimə burada əlim, mənim əlimdən tut. Atacan gəlmə, qoy mən gəlim sənə tərəf. Necə ki dünyada qızı Fatimə Zəhranı görəndə deyərdi ki, gözümün işığı, qəlbimin parçası, ürəyimin meyvəsi. Cənnətdən gəlir qızı Zəhranı qarşılamağa. Adətən ana dünyadan gedəndə bilirsiniz vəsiyyət eləyir. Mən görmüşəm böylərdən, öz doğmalarını çağırır, yaxınlarını çağırır. Həzrəti Zəhra vəsiyyət eləyəndə üzün tutdu Zeynəbə. Zeynəbin 5-6 yaşı var idi, bəlkə də az idi. Dedi, Zeynəb, gəl qızım bura. Xanım Zeynəbi çağırır. Xanım Zeynəb gəldi. Dedi, anacan eşidirəm, canım sənə qurban ana. Bir dənə bağlama çıxardır, boğça çıxardır, verir. Dedi, qızım,
Bunu Cəbrail Peyğəmbərə göndərib hədiyyə. Peyğəmbər də bunu əmanət olaraq saxlamışdı. Qızım, aç bu boğçanı. Açanda gördü ki, 2 dənə kəfən. Dedi, qızım, bu kəfənin biri, ola bilər mən həyatda yoxam. Biri budur ki, mənə qusl edəndən sonra məni bu kəfənə bükəsiz. İkinci də bu kəfən Həzrəti Əli əleyhissalam üçündür. Elə ki, bunu deyəndən sonra xanım Zəhra salamullah aleyha bunu dedi, Cənab Zeynəb ağlamağa başladı. Dedi, qızım ağlama. Nazlı qızım, vəfalı qızım ağlama. Niyə ağlayırsan? Dedi, ana, sən bizi tək qoyub hara gedirsən? Vəsiyyətlərin edir. İmam Hüseyni tapşırır, İmam Həsəni tapşırır. Əli əleyhissalama söz deyir. Bilirsiniz, bu mənim şəxsi fikrimdir. 2 yerdə anadan ayrılmaq çox çətindir. 2 yerdə, bunu mən həyatımda görmüşəm. 2 yerdə anadan ayrılmaq çətindir. Birincisi budur ki, cənazəni evdən götürəndə uşaqlar baxar, illərlə sənə laylay deyən ana evdən çıxır, torpaqların altında qalacaq. İkinci də cənazəni dəfn edib gələndə əl boş, evə qayıdırsan, axşam görürsən ki, ananın yeri boşdur. Esselamu aleyki ya Resulallah. Ananın yeri boşdur. Əli əleyhissalam bu çətinliyə dözə bilmirdi. Zeynəb buyurdu, bəs anacan, her gün görürdüm sen bir parça ilə nəsə toxuyursan, nəsə əlində bir iş var, nə edirsən, səndən soruşanda dinmirsən, cavab vermirsən. Bəs ana, o toxuduğun bir dənə köynək var idi ya, toxuduğun bir dənə köynək. Bəs onu mən neyniyəcəm? Deyir, xanım Zəhra bərk ağladı. Dedi, qızım, o gündə mən olmarım. Kərbəla adlı bir yerdə Hüseynin əyninə o kəfən geydirərsən, tikdiyim özəllərimlə köynəklərdir. Xanım Zəhranın nəfəsi buradadır, ruhu buradadır, Əhl-i Beytin ruhu buradadır. İnşallah mən dualar eləyəcəm sizdə amin deyə. İlahi, sənə and verirəm, bu gecənin xanım Zəhra salamullah aleyhanın vəfat gecəsi, şəhadət gecəsinin hörmətinə o qardaşlar, bacılar, analar, əzizlər, qonaqlar, uzaqdan yaxından zəhmət çəkib gələnlər və bizləri izləyən hər kəsin ilahi ürəyində nə arzu istəkləri varsa xanım Zəhranın əli ilə həll elə. İlahi, bu gecənin xatirinə bizi bu evdən əli boş qaytarma. Əllərimizi sinəmizə qaytarma. Günahlarımızı əff elə. İlahi, valideynlər, qalanlar, Ağbirçay, ağ saqqal əzizlərimiz var. Onları ilahi evimizin başından əsir etmə ya Rabbim. Heç bir ölkəni, heç bir məmləkəti, evi, ailəni başsız etmə ya Rabbəl aləmin. İlahi, bura yığışan əzadarların əzasını qəbul elə. Nə niyyətə gəliblər İmam-ı Zamanın əli ilə həll elə. İlahi və Rəbbim, analarımızı xanım Fatimə-i Zəhradan ayrı salma. Qız balalarımızı Cənab-ı Zəhra və Ülyay-i Mükərrəm Ümmü Külsümdən, Cənab-ı Zeynəbdən, xanım Zəhradan ayrı salma. Qız balalarımızı Cənab-ı Rüqəyyə bağışda. Qara saqqallarımızı Əbəlfəz Ələmdara bağışda. Bəni Haşim cavanlarına bağışda. Ya Rabbim, sənə and verirəm Cəlalının xatirinə, bilərəkdən, bilməyərəkdən etdiyimiz üsyanları, günahları, nisyanları əff et ya Rabbim. Göz yaşlarımıza xatir, qəmli günlərimizə xatir ya Rabbim, bizim sabahımızı və sabahki günlərimizi xeyirli, bərəkətli elə. Övladı olmayan, niyyətdə olan hər əzizlərimiz var. İlahi, illərlə övlad həsrətindədir. İmam-ı Zamanın əli ilə, bu gecə Həzrəti Zəhranın əli ilə, ilahi, gələlin bu vaxta qədər yox yerdən, ilahi,
ki, çarəsi həkimlər də tapa bilmirlər. Ən böyük həkim sənsən, Həzrəti Zəhra xatirinə, Əhl-i Beyt xatirinə övlad əta elə. Dərdlərimizə dərman elə. Borc olanların borclarını əda elə. İlahi verilən ihsanları qəbul elə. İlahi sənə and verirəm Cəlalının xatirinə şəhidlərimizin ruhlarını şad elə. Şəhidlərimizin doğmalarına səbr əta elə. İlahi Cəlalıva and verirəm, mərhəmətivə and verirəm qazilərə, yaralılara, xəstələrə, xəstəxanada olanlara, xüsusən Hacı Gülverdi qardaşımızın anası xəstədir. İltiması dua eləyənlər Allah acil şəfalar ver. İlahi və Rəbbim, sənə and verirəm Cəlalımın xatirinə. Vicdanımızı, iradəmizi, iffətimizi qoru ya Rəbbim. Bir neçə gündən sonra sayılı günlər, 3 ayın bərəkətli günləri, gecələri başlayır. Rəcəb, Şaban və Ramazan. Bu mübarək ayı bizə yetişdir ya Rəbbim. İlahi bizi Qur'ansız eləmə. Həzrəti Zəhradan ayrı salma. Həzrəti Əhl-i Beytin pak və mütəhər ruhundan ayrı salma ya Rəbbim. Sənə and verirəm Cəlalımın xatirinə, qüdrətimin xatirinə. İltiması dua eləyənlər var. Dərdləri var, niyyətləri var. Həyata keçirdi ya Rəbbim. Cəlalıva and verirəm, ey mənim Rəbbim. Sən duaları qəbul edənsən, sənə and verirəm mərhəmət və Azərbaycan hududlarından kənarda nə qədər bizim soydaşlarımız, əzizlərimiz var, onları qoru ya Rəbbim. Əskərlərimizi qoru ya Rəbbim. Ordumuzu qoru ya Rəbbəl aləmin. Ordumuzu, əskərlərimizi günü-gündən güclü elə ya Rəbbəl aləmin. İlahi sənə and verirəm Cəlalımın xatirinə. Evlənə bilməyən, ailə qura bilməyən övladlarımız var. Onların yollarını aç ya Rəbbim. Dualarımızın qəbulü üçün Muhammed, Ali Muhammed və İmam-ı Zaman bəyənən layiqli və ucalı salavat. Allah. Sallallahu aleyhi ve sellem.